你好 Salam. 你好吗 Thank you, sir. 我叫 Elshan My name is Kevin D. My Chindayam. 大家好，我叫 Kevin，我来自中国。dedi mən Çindənəm və mən Azərbaycanda yaşayıram. 现在呢，我和我的家人都住在阿塞拜疆。 Və mən öz ailəmlə birlikdə Azərbaycana köçüb burada indi yaşayıram. 阿塞拜疆是一个非常美丽的国家，这里的百姓呢也非常的热情，也非常的好客。 Azərbaycan çox gözəl ölkədir və onun gözəl dili, gözəl mədəniyyəti və mətbəxi var. 我也非常喜欢阿塞拜疆的美食。 Və ona görə biz Azərbaycanda yaşamaqdan böyük zövq alırıq. 我们知道现在阿塞拜疆和中国两个国家非常的友好，然后两个国家实现了签证互免的政策。 Bu eləcə də gözəl fürsətdir, çünki bu gün həm Azərbaycanlılar Çinə gedə bilər, həm də Çinlilər Azərbaycana gələ bilər. 所以现在很多的阿塞拜疆的朋友呢去到中国去旅行，然后很多中国的中国人，然后也来到阿塞拜疆。 Və buna görə də bizə təbii ki, bu səfərlərimizi etmək üçün həm dili bilmək lazımdır, mədəniyyətinlə tanış olmaq lazımdır, bir də mətbəxini dadmaq lazımdır. 所以我们想要借此机会，我们推出了免费的中文课堂。 Və mən düşünürəm ki, burada biz olarkən Azərbaycanda bu gözəl fürsətdir ki, sizə xidmət edə bilək. 我们希望阿塞拜疆的朋友对中国的文化感兴趣，对中国的语言感兴趣的朋友呢，能够一起的来学习。 Və burada Azərbaycanda olarkən bu sizə bir dəvətdir ki, gəlib bizim tədbirimizə qoşula biləsiniz və orada Çin dili ilə, mətbəxi ilə və mədəniyyəti ilə tanış olasınız. 我们希望，然后让我们通过这种彼此的学习，让我们更多的了解自己，更多的了解彼此，让我们能够建立美好的关系。 Və biz gözəl fürsətlər burada görürük. Azərbaycanlılarla tanış olanda, onlarla söhbət edəndə görürük necə də siz gözəl xalqsınız. Beləcə də istəyərdik siz Çin xalqı ilə daha yaxından tanış olasınız. 所以接下来我们会有一个敞开的一个交流会，希望也能够大家能够对这个感兴趣的能够一起的加入我们，让我们能够有一个彼此分享的时间。 Bunun üçün də düşündük ki, bəlkə biz sizə xidmət baxımından Çin dilini pulsuz öyrədə bilərik və bunun üçün biz sizə imkan yarada bilərik. 我们也非常的邀请，也诚心的邀请，然后对阿塞拜疆的朋友，对中国愿意学习中国语言的朋友，然后呢能够和我们一起彼此的学习。 Və bunun üçün də sizin üçün bir imkan olacaq ki, dili öyrənə bilib gedib sonra Çində, Çin dilində olaraq, səfər edərək oradakı insanlarla tanış olub dostlaşasınız. 我们也希望能够去学习阿塞拜疆的语言和阿塞拜疆的文化，我们也希望能够去学习如何做阿塞拜疆的美食。 Necə ki, eləcə də bizim üçün Azərbaycanda olarkən biz Azərbaycan dilini öyrənməyə çalışırıq, Azərbaycanlılarla tanış olmağa başlayırıq və bu gözəl fərqli istiqamətlərdə bizə imkanlar yaradır. 也非常的邀请大家，然后能够一起的来加入我们。 Belə ki, bizim deməli açıq qapılar tədbirimiz olacaq, hara ki hər biriniz dəvətlisiniz və pulsuzdur. 谢谢，再见。 Sizə sağ ol deyirik və tədbirin vaxtı və deməli tarixini birinci kommentariyada oxuyub sonra öz münasibətinizi bildirə bilərsiniz. 再见，再好。再见。